qrupun deputatları arasında başlayıblar ki, bəs Xalq Cəbhəsi və Müsavat Azərbaycan xalqının, Azərbaycan dövlətinin düşmənidir. Onlardan Azərbaycan əleyhinə istifadə olunur. Onda bir özünüzə sual verin, mən sizə təklif edirəm. Özünüzə sual verin və bir daha düşünün. Azərbaycanda ən böyük korrupsionerlər hansı partiyadan çıxıb? Təbii ki, Yeni Azərbaycan Partiyasından. Və siz bugünə kimi 32 ildən artıqdır siz iqtidar partiyasısınız. Hətta 33 ildən artıqdır siz iqtidar partiyasısınız. Və ən azı bəlkə də sizin elə 30-a yaxın öz üzvünüzü həbs etmişsiniz. Bunlar vaxtilə keçmiş deputatlar ola bilər, keçmiş hökumət və dövlət aparatında işləyənlər ola bilər, müxtəlif nazirliklərdə çalışanlar ola bilər. Yəni mən ən yüksək rütbəli, ən yüksək ranklı, necə deyərlər, Yeni Azərbaycan Partiyasının üzvlərindən söhbət edirəm ki, siz onları dövlət əleyhinə hər hansısa bir işlərdə və yaxud da ki, böyük məbləğdə korrupsiya